Kürdəmir rayon Kərrar kənd Sağlamlıq Mərkəzinin bölmə müdiri Məsum Kamaloğlu Əliyev. 8 noyabr şanlı zəfər günümüz kimi tarixi və qürurlu bir gündə sizin doğum gününüzün qeyd olunması xüsusi bir məna daşıyır. Bu iki önəmli günün üst-üstə düşməsi həm taleyin bir gözəl bəxşişi, həm də sizin həyat yolunuzun vətənə sədaqət, xalqa xidmət niyyəti ilə uzlaşdığını göstərir. Siz öz peşənizə olan sevginiz, insanlara şəfqət və qayğınız, işinizə olan məsuliyyətinizlə hər kəsin hörmətini və rəğbətini qazanmışsınız. Sağlamlıq sahəsində göstərdiyiniz xidmətlər, insanlara dayaq olmağınız, hər bir xəstənin dərdinə həssas yanaşmağınız nümunəvi bir mövqedir. Bu əlamətdar gündə sizi həm zəfər günü münasibəti ilə, həm də doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Sizə can sağlığı, uzun ömür, ailə saadəti, işinizdə daha böyük uğurlar və daim xalqımızın xeyir duasını qazanmağı arzulayırıq. Doğum gününüz və zəfər bayramınız mübarək olsun.